Elmin mühəndisliyi və riyaziyyatının əsasında heç nə dayanır. Burada heç nə şübhəsiz ki, sıfırdır. Bu biraz sırtıq, amma qüdrətli rəqəmin yaratdığı ziddiyyəti və gətirdiyi həyəcanı heç bir rəqəm edə bilməyib. Bu rəqəm bir cəhətdən bizə gələcəyi proqnozlaşdırmaq imkanı verir. Amma bunun necə baş verdiyini başa düşmək üçün siz bu rəqəmin yaradılış tarixçəsini bilməlisiniz. Çünki sıfırın böyüklüyə gedən yolu daşlı kəsəkli olub. Sıfır bir anlayış kimi qədimlərdən bəlli idi. Onu Babil və Maya yazılarında görmək mümkün idi. Onunla fəsillərin keçidini göstərirdilər. Qədim alimlər sıfırla hər hansı bir rəqəmin yoxluğunu bildirirdilər. Lap bizim 101 və 102 ədədlərində orta vəziyyətdə onluq misillərin olmadığını göstərmək üçün istifadə etdiyimiz sıfırlar kimi. Babilistanlılara gəlincə, onlar bu rəqəmin mövcud olmayan rəqəmin iki yanında kiçik ox işarələri ilə göstərirdilər. Lakin bütün riyazi kamilliyinə baxmayaraq, sıfırın normal rəqəm kimi qəbul olunmasına 2000 illik lazım oldu. Riyaziyyatdan yazan Alex Bellosun fikrincə, Hindistan bu mənada ən münasib yer idi. Heç nəyin nəsə olması onların mədəniyyətində dərin mənaya malikdir. Əgər fikir versəniz, nirvana bu heçnəlik vəziyyətidir. Bu vəziyyətdə sizin bütün narahatlıq və istəkləriniz yox olur. Belə olduğu halda bu heç nəyi nə iləsə göstərmək lazımdır ya yox. Hindistanlılar onun işarəsini şunya adlandırırdılar. Bu söz bu günədək həm heç nə, həm də sıfır mənalarında işlənir. Burası da var ki, bütün başqa rəqəmlərin qrafikası, yəni görkəmi tarix boyunca dəyişsə də, sıfırın işarəsi dəyişməz olaraq qalmışdır. Sıfır həmişə dairə şəklindədir. Mən Rutherfordun və Frayın maraqlı təcrübələr kitabını oxuyanədək elə bilirdim ki, sıfır halqanın içindəki boşluqdur. Lakin Hind mistizminə görə sıfır ona görə dairəvidir ki, həyat dövrəsini təcəssüm edir. Buna əbədiyyət ilanı da demək olar. Arifmetik əməliyyatları 1-dən 9-a qədər olan rəqəmlərlə yazan Hind alimləri boş qalan yeri təyin etmək və anlam verə bilmək üçün yeni bir işarət axtarmağa başladılar. Hindlilərin bu işarəti tapması ilə daşlarla qumun üzərində etdikləri hesabatlardan irəli gəlirdi. Hindli riyaziyyatçılar bu hesabatlardan bir daş çıxartdıqları zaman çıxarılan daşın yerində yumru bir dəlik qaldığını gördülər. Torpaqdan sonsuza uzanan bu yuvarlaq hər hansı bir şeydən heçliyə gedişi işarə edən riyazi bir rəmzə çevrildi. Sıfır yalnız heçliyə bərabər işarət olmaqla qalmadı və bir çox riyazi özəllikləri də özü ilə birlikdə gətirdi. Sıfırın 7-ci əsrdən başlanan yüksəlişinin arxasında Hind astronomu və riyaziyyatçısı Brahma Gupta dayanır. Riyaziyyatda şunya, sıfır təkcə yoxluğu göstərmək üçün deyildi. O başqa rəqəmlərlə birlikdə hesablamalarda iştirak edirdi. Onu toplamaq, çıxmaq, vurmaq olurdu. Bunların arasında ən müəmmalısı bölmək idi. Çünki heç nəyi nəyəsə bölmək olardımı? Lakin məhz bu riyaziyyatın yeni bir sahəsinin qol-qanad açmasına imkan verdi. Uzun illər sürən bir axtarışın ardından yenə Hindli bir riyaziyyatçı olan Bhaskara bu sirri aydınlatdı. Böyük riyaziyyatçı əlinə aldığı almanı parçalara böldü və almanı nə qədər balaca parçalara bölərsə, o qədər çox dilim əldə edilə biləcəyini gördü. Nəticədə hər hansı bir sayının sıfıra bölünməsinin sonsuz olduğunu ortaya qoydu. Sıfır Cənubi Asiyadan yaxın şərqə doğru tanınmağa başladı. Burada isə İslam alimləri bu günədək istifadə etdiyimiz rəqəmlər sistemini yaratdılar. Bəzi alimlər deyirlər ki, sıfırın mənşəyinin Hindistanda olmasının tarixdən silinməsi ədalətsizlikdir və biz rəqəmlər sistemini Hind-Ərəb rəqəm sistemi adlandıraq. Lakin özünün belə ruhani və intellektual başlanğıcına baxmayaraq, sıfır real mübarizələrlə üzləşdi. Bu rəqəmlər Avropaya səlim yürüşçiləri İslama qarşı gedəndə daxil olmuşdur. Odur ki, hətta riyaziyyatda belə ərəbdən gələn bütün ideyaları inamsızlıq və şübhə ilə baxılırdı. 1299-cu ildə Florensiyada
sıfır da bütün başqa ərəb rəqəmləri kimi qadağan edilmişdi. Belə bir fikir yayılmışdı ki, güya bu rəqəmlər fırıldaqçılığa yol açır. Onların sözünə görə sıfırdan asanlıqla 9 düzəltmək, qiymətləri saxtalaşdırmaq olardı. Bundan başqa sıfır çox qorxulu president yaradırdı. Çünki mənfi rəqəmlərin gəlişinə qapı açırdı. Mənfi rəqəmlər borcu və pul sələmini legitimləşdirirdi. Lakin maraqlıdır ki, sıfır yalnız 15-ci əsrdə bütün ərəb rəqəmlərinin arasında qəbul edilmişdir. Təsəvvür edin ki, həmin vaxtlarda artıq Oxford Universiteti çap mətbuatı bir əsr idi ki, mövcud idi. Lakin sıfırın əsl əhəmiyyətinin riyaziyyatda qəbul edilməsi, indiyədək istifadə etdiyimiz əksər elmi və texnoloji metodların əsasını qoyub. Nəhayət 17-ci əsrdə sıfır fransız filosofu Descartesin kəşf etdiyi kartezyan koordinat sisteminin, yəni məktəbdə gördüyünüz X və Y qrafiklərinin qalibi oldu. Bu sistemdən mühəndislikdən tutmuş kompüter qrafikasınadək hər yerdə bu gün də istifadə olunmaqdadır. Bellos bunu ecazkar şəkildə belə ifadə etmişdir. İntibah aralarında sıfırın da olduğu ərəb rəqəmlərinin gəlişi ilə həqiqətən də işıq saçdı. Bu baş verəndə ağ və qara hesab dünyası bir anın içərisində şərəfləndi və rənglərə büründü. Lakin intibah dövründə sıfır bir daha o qədər qüdrətləndi ki, şuurlarda qığılcım yaratdı. Sıfırın sıfıra bölünməsi isə mənim sevdiyim riyazi təhlilinin əsasını təşkil edir. Riyazi təhlil dəyişikliyin riyaziyyatıdır və bizə elə ağıllı bir ipucu verir ki, biz Ebola virusunun yaranmasından tutmuş, birjalara qədər bütün dəyişikliklərin proqnozunu verə bilirik. Bu əlbəttə ki, çox güclü bir alətdir. Riyazi analizi bircə paraqrafda izah etməyə çalışacağam. Təsəvvür edin ki, nəsə zaman içində dəyişir. Deyək ki, sizin bu verilişi dinləyərkən diqqətinizin dəyişməsi kimi. Belə olduğu halda koordinat xətləri arasındakı əyri o yan, bu yana ləngər vuracaq. Lakin həmin əyrini gözünüzlə, fokusla, sonsuza, yəni sıfıra qədər yaxınlaşdırsanız, koordinat müstəvisindəki əyri itəcək və siz əyrini istənilən nöqtədə düz görəcəksiniz. Beləliklə, hər şey daha bəsit olacaq və hər şeyi riyazi baxımdan həll etmək asanlaşacaqdır. Biz riyazi analizdən birjalardan tutmuş, dərmanların bədəninizdə yayılmasına dək ən müxtəlif dəyişiklikləri belə öyrənə bilərsiniz. Sıfır anlayışı olmadan bunların heç biri mümkün olmazdı. Rəqəmlərin yoxluğunu Babillər ekranda gördüyünüz şəkildəki işarələrlə göstərirdilər. Bir də unutmayın, sıfır dünyada təsir gücünə görə ən qüdrətli rəqəmdir. Sonda bir aforizmlə yekunlaşdırmaq istərdim. Günümüzdə bir çox insanlar elə məhz sıfıra bənzəyirlər. Dəyər qazanmaları üçün daim yanlarında bir rəqəmə ehtiyac duyurlar. Odur ki, gəlin içərisində elə sıfıra bənzəyən qovuqcuqların olduğu şampan qədəhlərini tarixdə ən yumru və ən qüdrətli rəqəmin sağlığına qaldıraq.